hörmətli izləyicilər, ağır səhnələr idi, elə deyilmi? Amma bu bizim real dünyamızın bir parçasıdır. Çox təəssüf, çox təəssüf. Bax, bizim bugün burada toplanmamızın bir mahiyyəti də bundan ibarətdir ki, ölkəmizdə belə səhnələr tamam ölkəmizin gündəliyindən çıxsın. İnsanlar, atalar, analar, bax, belə səhnələrlə rastlaşmasınlar. Gənc övladlar, elmin, texniki tərəqqinin nailiyyətlərindən həzz almaqdansa, bax, belə bir hadisələrə düçar olmasınlar. Nə edək? Həyat rəngarəngdir. Bu da var. Biz tədbirimizə başlayırıq. Sizin aparıcınız mən Xəlil Qarəhmədov, Tarixi Şəxsiyyətlər Jurnalının baş redaktoru, mediator. İndi dəvət olmuş qonaqlarımıza söz verəcəyik. Dəvət olmuş qonaqlar müxtəlif sahənin, müxtəlif peşələrin nümayəndələridir. Burada qeyri-hökumət təşkilatının nümayəndələri var. Əsasən xəstələrlə işləyən reabilitasiya mərkəzlərinin nümayəndələri, rəhbərləri çıxış edəcək. Çəkdiyiniz bu film, mən əminəm ki, hələ indidən sonra cəmiyyətimizdə daha da böyük rezonans doğuracaq və əminəm ki, digər televiziya kanallarında bu film yayınlanacaqdır. Əziyyətinizə görə yenidən bizdə deyəcəm, sağ olun. Amma bu yükü, bu prosesin arxasında, qarşısında Daxili Nazirliyi çox böyük işlər aparır, çox böyük. Onların iş qrafiki 24 saatdır. 24 saat Azərbaycanda narkotikaya qarşı mübarizə həyatı yaşayır. Bu sahəni məşğul olan polis əməkdaşları. Biz onların hamısına, sizin adınızdan, öz adından, cəmiyyət adından təşəkkür edirik. Çox sağ olun. Böyük xidmətləriniz var ölkə qarşısında, təbii ki. Demək, bu proses bir hüquq mühafizə orqanlarının öhdəsində olan bir məsələ deyil. Bəla umumxalq bəlasıdır, yəni bunun üzərində cəmiyyət olaraq hamılıqla getmək lazımdır və gedirik də. Azərbaycanda bir sıra reabilitasiya mərkəzləri mövcuddur ki, o reabilitasiya mərkəzləri olduqca böyük işlərlə məşğuldurlar. Olduqca böyük işlərlə. O qədər ailələr var ki, onların övladları o reabilitasiya mərkəzlərində müalicə almış və yenidən sağlam, normal bir həyata yenidən qayıtmışlar. Bu mərkəzlər xalqımızın çox böyük köməyinə çatdı bu prosesin içində və onun da çox qabaqcıl, irəlidə gedən, bu işi profesional olaraq elmi cəhətdən əsaslandırılmış bir təlim kursları ilə aparılan bir sıra reabilitasiya mərkəzlərimiz vardır ki, onların biz seçilmişlərini bugün bura dəvət etmişik.